Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtdıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. 2020-ci ilin 8 noyabrında Ali Baş Komandan Prezident İlham Əliyevin xalqa müraciətində verdiyi bu müjdə Azərbaycan xalqı olaraq hamımızı və ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizi sevinç gözyaşlarına qərq etmişdi. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Bəli, düz 28 il Şuşa həsrəti ilə yaşadıq. 1992-ci ilin bu günündə xəyanət nəticəsində Şuşa erməni silahlı dəstələrinə təslim edildi. 28 il 8 may tarixini hüzün günü kimi andıq. Biz bugün Şuşanın işğalından bu qədər zaman ötür artıq demirik. O zaman Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu. 165 nəfər yaralandı. 58 nəfər əsir düşdü və girov götürüldü. Düşmən tapdaq altında qaldığı 28 ildə Şuşanın tarixi, mədəni, dini abidələri yerlə yeksan edildi. 28 il ərzində yağı düşmən Şuşada izlərimizi silməyə çalışdı. Azərbaycanın rəşadətli ordusu, xüsusi təyinatlı qüvvələrimiz Şuşanı məhz dırnaqları ilə, misilsiz şücaət, qəhrəmanlıq və şəxsi fədakarlıqla qayalara dırmaşaraq düşmənin keçilməz hesab etdiyi müdafiə xəttini yararaq azad etdilər. Şuşanın, ümumiyyətlə torpaqlarımızın azadlığı uğrunda əziz canlarından keçən şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik. Şuşanı bizə bəxş edənləri, qazilərimizi sayğı və minnətdarlıqla yad edirik. Allah onlara can sağlığı versin. Hazırda Azad Şuşa özünün dirçəliş dövrünü yaşayır. Şuşa onu quran, yaradan insanlarla azad nəfəs alır. Bugün Şuşa mötəbər, beynəlxalq tədbirlərə ev sahibliyi edir, xarici qonaqlarını qarşılayır. Şuşada Qafqazın ən böyük məscidi tikilir. Yeni məscid kompleksi 8 rəqəmi və minarələri ilə 11 rəqəmli şəklində olacaq. Bu, Şuşanın noyabrın 11-ci ayının 8-də azad edilməsi və zəfər gününü simvolizə edir. Bir sözlə, Şuşa gözəlliyi, özəlliyi və abadlığı ilə göz oxşuyur. Şuşada gedən abadlıq, quruculuq işləri ilə bağlı mövzuya bir qədər sonra yenidən qayıdacağıq. Şuşadan və məmləkətimizin hər güşəsindən bizi izləyənlərə sabahınız xeyir olsun deyərək anonslarımıza keçirik əziz izləyicilər. Şağan qəsəbəsi Mehdi Məmmədov küçəsini əsas yolla birləşdirən yeganə keçidin antisanitariya vəziyyətində olması sakinlərin narazılığına səbəb olub. Qışın günündə qapı pəncərə açıqdır. Mümkün deyil evə girmək. Bütün hamısı üfunət ilənir. Su bası bura, xəstəlikdir başdan ayağa. Uzun müddətdir yaranan bu acınacaqlı vəziyyət nə vaxta qədər davam edəcək? Sakinlər antisanitariya vəziyyətindən qurtulmaq üçün daha nə qədər gözləməlidirlər? Bazarlarda təmizlik məqsədi ilə satılan ucuz dəsmallar ilk baxışda sərfəli görünsə də, bu məhsulların bir çoxu keyfiyyətsiz materiallardan hazırlanır. O sintetik su da götürmür, almağın nə mənası var? Heç nəyə düzəmələ də silmir. Özümüzə alıb xəstəliyə bürünürük. Bəs bu dəsmalların keyfiyyətli olub-olmadığını necə ayırd etmək olar? Texnologiya inkişaf etdikcə bir zamanlar həyatın ayrılmaz hissəsi olan peşələr arxa plana keçir. Bəzi ixtisaslar var və yaxud da bəzi peşələr var ki, artıq onlara yaxın 10 il ərzində demək olar ki, ehtiyac qalmayacaq. Bəs yaxın gələcəkdə hansı peşələr tarix olacaq? İnsanlar yeni dövrün çağırışlarına hazırdılarmı? İşdən sonra nə edirsiniz? Ev işlərinə, uşaqların tərbiyəsinə, uşaqlarına görə. Rəsm çəkməklə, musiqiyə qulaq asmaqla, filmə baxmaqla, ya dostlarla əyləncəli vaxt keçiririk, ya da ailəyə vaxt ayırırıq.
Yenidən xoş gördük bahar sabahından bizim əziz, dəyərli və hörmətli tamaşaçılarımızı. Gününüz aydın olsun. Vətənimizin hüdudlarından kənarda yaşayan və qəlbi, ruhu Azərbaycanda olan bizim çox sayılı həmvətənlərimiz, soydaşlarımız var. Fürsət tapdıqca Azərbaycan televiziyalarını izləyirlər. Öz ölkələrində, doğma məmləkətlərində baş verən hadisələrdən xəbərdar olmaq istəyirlər. Yəni, bax, vətən həsrətini bu sayədə aradan qaldırmaq istəyirlər. Onlara da deyirəm ki, vətən qoxulu, atəşin salamlar olsun sizə. Əziz tamaşaçılarımız, 2 saat önünüzdə olacağıq. Hər zaman olduğu kimi bugün də Xəbərin Olsun komandası olaraq sizin üçün önəmli xəbərlər toplamışıq. Bir-birinə maraqlı təbii ki, sujetlərimiz olacaq. Anonslarda bundan xəbərdar oldunuz. Günümüzün mövzusu işdən sonra nə edirsiniz? Bəziləri mən əminəm ki, yazacaqlar. Xüsusilə ki, evdar xanımlar işdən sonra işləyirəm. Çünki onların işinin saatı, rejimi yoxdur. Səhər başlayır, ailəli xanımlar, övladı olan xanımlar düz axşama qədər işləyirlər. Mən onlara xüsusi salamlayıram. Bir xanım olaraq evdar qadınlarımızın əməyini qiymətləndirirəm. Onların arasında mənim anam da var. Biz işi yekunlaşdırırıq. İş rejiminə saat 8-i doldururuq, evə gedirik dincəlməyə. Amma evdar xanımların, mən sizi əmin edirəm ki, yəqin evdar ilə xanımlar bunu, onlar da mənim fikrimə qoşulurlar, təsdiq edirlər ki, işlərinin bitiş zamanı yoxdur. Allah onlara, belə deyim, can sağlığı versin, iradəli olsunlar hər zaman. Buna bağlı buyurub yaza bilərsiniz. Təbii ki, işdən sonra asudə vaxt keçirənlər də var, özünə zaman ayıranlar da var, teatra, konsertlərə gedənlər də var, təbiət qoynunda dincələnlər də var. Yəni, çoxdur. Hər kəs öz planını əlbəttə ki, özü bilir. Mən sizə bu sualı verib, sizdən cavablar gözləyəcəm. Görün, bizim hörmətli tamaşaçılarımız, əziz izləyicilərimiz işdən sonra hansı işdən məşğul olurlar, ümumiyyətlə nə eləyirlər? Sualınızı buyurub bizim qaynar xəttimizə yaza bilərsiniz. 055-214-99-94. Günün istənilən zamanında sizin ixtiyarınızdadır. Bundan əlavə, sizi narahat edən hər hansı bir məsələ varsa, müşkülü varsa, çözülməsini, aradan qalxmağını istəyirsiniz və biz ona da işıq tutmağa təbii ki, hazırıq. Sizi narahat edən sosial problemlərlə əlaqədar qaynar xəttimizə buyurun fikirlərinizi yazın. Əgər əlinizdə ona dair bir görüntülər varsa, onu da çəkin göndərin. Həm işıqlandıraq, həm də onun izi ilə problemin gedib kökünü tapaq, həllinə çalışaq ki, sizin də çətinliyiniz aradan qalxsın. Bizim Instagram səhifəmizə daxil ola bilərsiniz. Rahatlıqla QR vasitəsilə əziz tamaşaçılarımız. Bizi izləyən çox sayılı ağsaqqal və ağbirçəklər var. Onların da əllərindən öpürəm. Bir daha onları da salamlayıram. Bəziləri deyir ki, biz yaşlı adamıq, sizin sualınıza mesaj yaza bilmirik, cavab yaza bilmirik. O zaman sizə deyəcəm ki, QR kodunuzu yaxınlaşdırırsınız, telefonunuzun kamerasını açırsınız, yaxınlaşdırırsınız ekrana və bu vasitə ilə siz Xəbərin Olsunun Instagramdakı səhifəsinə daxil ola bilərsiniz. Orada bizim sujetlərimizi izləyə bilərsiniz. Yəni, bundan öncəki verilişimizin də, proqramımızın da reportajları orada yer alır. Orada fikirlərinizi yaza bilərsiniz. Orada müraciətlər eləyə bilərsiniz. Həmçinin bir daha da elan edirəm ki, qaynar xəttimiz də bu istiqamətdə sizin üzünüzə açıqdır. Belə əziz tamaşaçılarımız, biz davam edirik. Xarici aləmdə ən son hansı hadisələr yaşanıb, dünyada ümumiyyətlə nələr baş verib, ötən gündən səhərə qədər və yaxud da ki, ən qısa zaman kəsiyində onlara nəzər salaq. Belə ki, Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri İranın hücumlarının qarşısını alıb və mayın 7-sində Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesləri Hürmüz boğazından Oman körfəzindən keçən zamanı özünü müdafiə zərbələri ilə cavab verib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilir ki, SMSlər beynəlxalq dəniz keçidindən keçərkən İran qüvvələri çoxsaylı raketlər, dronlar və kiçik qayıqlarla hücum həyata keçirib. Hücum zamanı Amerika Birləşmiş Ştatlarının heç bir obyektinə zərər endirilməyib. ABŞ Mərkəzi Komandanlığı daxil olan təhdidləri aradan qaldırıb və hücum edən İran hərbi obyektlərini hədəf alıb. CENTCOM eskalasiya axtarmır, lakin mövqelərini möhkəmləndirir və Amerika qüvvələrini qorumağa hazırdır deyə açıqlamada qeyd olunub.
İran hərbi komandanlığı isə bildirib ki, Amerika qüvvələri ölkənin cənubunda bir neçə hücum həyata keçirərək atəşkəsi pozub. Bu barədə də Press TV məlumat yayıb. Məlumata əsasən Tehran Vaşinqtonu Kask şəhəri yaxınlığında İran tankerinə atəş açmaqda ittiham edib. Bundan əlavə İran hərbi komandanlığının açıqlamasında qeyd olunur ki, Amerika bir neçə regional ölkə ilə əməkdaşlıq çərçivəsində Qəşim adasında və İranın cənubundakı bir sıra sahil bölgələrində mülki hədəflərə hücum edib. Komandanlıq həmçinin bildirib ki, buna cavab olaraq bir neçə Amerika hərbi gəmisinə atəş açılıb və onların zədələndiyi iddia olunur. İranın Xarici İşlər Naziri Abbas Əraqçı da BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasının sədrinə və qurma üzv ölkələrə ünvanladığı məktubda Amerika və Bəhreynin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsinə cavab olaraq bildirib ki, Hörmüz boğazında normal keçid müharibənin daimi dayandırılması, eləcə də İran əleyhinə qanunsuz blokada və sanksiyaların aradan qaldırılması şərti ilə bərpa olunacaq. Əraqçı məktubunda Amerika və Bəhreyn Hörmüz boğazı ilə bağlı birgə qətnamə layihəsini bir tərəfli və natamam sənəd adlandırıb. O, bölgədə mövcud böhranın əsas səbəblərinin Amerika və İsrailin İrana qarşı hərbi hücumları və qanunsuz addımları olduğunu vurğulayıb. Məktubda qeyd olunub ki, sözü gedən layihə təcavüz faktlarına, dəniz mühasirəsini və İran gəmilərinin saxlanılmasını nəzərə almadan ABŞ-nin hərəkətlərinə bəraət qazandırmağa və reallığı təhrif etməyə hədəfləyir. Əraqçı onu da qeyd edib ki, belə bir qətnamənin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının nüfuzunu zəiflədəcək və Amerikanın birtərəfli addımlarının legitimləşdirilməsi üçün təhlükəli president yaradacaq. Onun sözlərinə görə sabitliyə aparan yol vəziyyəti daha da mürəkkəbləşdirilmək üçün Təhlükəsizlik Şurasından istifadə etməkdən yox, ABŞ-nin beynəlxalq hüquqa riayət etməsindən keçir. Və bu qarşılıqlı bəyanat və ittihamlar əsasında belə məlum oldu ki, İran və ABŞ hərbi qüvvələr arasında növbəti eskalasiya xəbərlərini biz təqdim elədik. Bir tərəf digərinə bu hücum aktı kimi bunu qiymətləndirdi. Ümid eləyək ki, bu danışıqların və sülhə aparan yolun astanasında yenidən regionda belə bir münaqişə vəziyyəti yenidən yaranıb, müharibə alovlanmaz. Çünki biz istəmirik müharibədən, münaqişədən illərlə əziyyət çəkən bir Azərbaycan xalqı olaraq hər zaman belə vəziyyəti müharibələrin əleyhinəyik. Bütün bizim qətnamələrimizdə, rəsmi səviyyədə açıqlamalarımızda bu hər zaman öz əksini tapıb. Elə bugün Şuşamızın vaxtı ilə məkirli siyasət nəticəsində işğal günü deməyəcəm artıq o bitib, tarixə qovuşub. Necə deyirlər, tarixin həqiqətən də o keçmişinə qovuşub. Allah eləməsin ki, bir də belə şeylər təkrarlansın. Zaten təkrarlanmayacaq. Artıq Azərbaycanın gücünü Cənubi Qafqazda bizə qonşu olan dövlətlər də bilir. Okeanın o tayında olan Amerika da bilir. Hansı ki, vaxt var idi Azərbaycan adı deyəndə Amerikanın, dünyanın o tayında Amerikada biraz sual verirdilər. Azərbaycan harada yerləşir? Amma Azərbaycan liderinin qətiyyətli siyasəti nəticəsində Amerikanın özünün indiki prezidenti Donald Trump dəfələrlə Azərbaycanla danışıb, dəfələrlə bizim prezidentin adını çəkib. Yəni biz gücümüzü bütün mənalarda dünyada göstərmişik. Qarabağın rəsmi olaraq, de jure olaraq Azərbaycanın olduğu və tarixi torpaqlarının olduğunu da təsdiqləmişik. Elə Ermənistanın baş naziri dəfələrlə öz bəyanatında da bunu vurğulayıb. Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb daha doğrusu. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi mətbuat məlumat yayıb. Bildirilib ki, səfirə Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi üçün tribuna təmin etməsindən qəbul edilməz olduğu izah olunub. Moskva, İrəvanın Ukrayna prezidentinin kobud davranışına mənfi qiymət verməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlığa əsaslanan təbiətinə zid hesab edir. Belə, əziz tamaşaçılarımız, qeyd eləyək ki, bir neçə gün bundan əvvəl Ukraynanın prezidenti Volodimir Zelenski də ölkəmizdə rəsmi və işgüzar səfərdə olmuşdu. Xatırlatmaq üçün bunu qeyd elədim. İndi bizə baxan tamaşaçılarımız üçün yenidən qısa xəbər başlıqlarına nəzər salırıq. Məlumunuz olsun ki, verilişimizin irəliləyən dəqiqələrində hansı reportajları izləyə biləcəksiniz.
Şağan qəsəbəsi Mehdi Məmmədov küçəsini əsas yolla birləşdirən yeganə keçidin antisanitariya vəziyyətində olması sakinlərin narazılığına səbəb olub. Qışın günündə qapı pəncərə açıqdır. Mümkün deyil evə girmək. Bütün hamısı üfunət ilənir. Su bası bura xəstəlikdir başdan ayağa. Uzun müddətdir yaranan bu acınacaqlı vəziyyət nə vaxta qədər davam edəcək? Sakinlər antisanitariya vəziyyətindən qurtulmaq üçün daha nə qədər gözləməlidirlər? Bazarlarda təmizlik məqsədi ilə satılan ucuz dəsmallar ilk baxışda sərfəli görünsə də, bu məhsulların bir çoxu keyfiyyətsiz materiallardan hazırlanır. O sintetik su da götürmür, almağın nə mənası var? Heç nəyi düzəməli də silmir. Özümüzə alıb xəstəliyə bürünürük. Bəs bu dəsmalların keyfiyyətli olub-olmadığını necə ayırd etmək olar? Texnologiya inkişaf etdikcə bir zamanlar həyatın ayrılmaz hissəsi olan peşələr arxa plana keçir. Bəzi ixtisaslar var və yaxud da bəzi peşələr var ki, artıq onlara yaxın 10 il ərzində demək olar ki, ehtiyac qalmayacaq. Bəs yaxın gələcəkdə hansı peşələr tarix olacaq? İnsanlar yeni dövrün çağırışlarına hazırdılarmı? İşdən sonra nə edirsiniz? Ev işlərinə, uşaqların tərbiyəsinə, uşaqlarına görə. Rəsm çəkməklə, musiqiyə qulaq asmaqla, filmə baxmaqla, ya dostlarla əyləncəli vaxt keçiririk, ya da ailəyə vaxt ayırırıq. Əziz tamaşaçılar, yenidən hər birinizi xoş gördük. May səhərindən, bəli, bugün mayın 8-idir, saatda 08:18 radələrini göstərir. Hələ ki, həftənin cümə günüdür, iş günüdür. Yol üstündə olanların yolu açıq olsun, işləri aman da olsun. Bizi izləyən bütün tamaşaçılarımıza da deyirik ki, gözlərinizin nuru əksilməsin, zaman ayırırsınız, bizi izləyirsiniz. Bəs boş vaxtlarınızda nə ilə məşğulsuz, bax ondan da yazın. Təbii ki, bizə zaman ayırıb izləmək, o dəyərli zamanınızdan almaq bizi çox sevindirir. Bizim də məqsəd və məramımız bir veriliş olaraq, informasiya, sosial, siyasi, ictimai veriliş olaraq hər mənada əsas xəbərlərlə, dünyada baş verən önəmli xəbərlərlə, ölkəmizdə cərəyan edən informasiyayla sizi təmin eləməkdir. Və bəzi məsələlərdə var ki, istər bu sosial problemlər olsun, mədəniyyət aləmindəki hər hansı bir yenilik olsun və yaxud da ki, problem olsun, gündəlik məişətdə istifadə edədiyimiz bəzi əşyaların zərərləri olsun. Ümumiyyətlə, yəni nəticə itibarilə qidalanmağımızdan tut, yaşamımızın bütün sahəsində sizi narahat edən bəzi məsələlər də var ki, onları diqqətdə saxlayırıq və nəticə itibarilə həmçinin sağlığımızla bağlı məsələlər də bizim hər zaman verilişimizdə əsas yerlərdən birini tutur. Elə sağlıqdan söz düşmüşkən, hər il mayın 8-i dünyada beynəlxalq talasemiya günü kimi qeyd edilir, əziz tamaşaçılar. Bu günün məqsədi insanların bu genetik xəstəlik haqqında daha çox məlumatlı olmalarını təmin etməkdir. Talasemiya qan xəstəliyidir və valideynlərdən övlada keçən mutasiya uğramış genlərdə təəssüflər olsun ki, xəstəlik sonradan qazanılmır, anadan gəlmə olur. Əgər iki valideyn daşıyıcıdırsa, uşağın xəstə doğulma ehtimalı yüksəkdir. Talasemiyanın ən ağır formalarına əksər hallarda qan qohumlu olan nikahlarda təsadüf edilir. Və bilirsiniz ki, bizim ölkəmizdə qohumluq, xala qızı, dayı qızı, əmizadə uşaqlarının, əmi uşaqlarının nikaha girməsi, evlənməsi qanunla qadağan olunub. Bunların hamısı gələcək nəslimizin sağlam olmağına yönəlmiş addımlardır. Qəti şəkildə bu mümkün deyil. Yəni, qarşısı alınır. Düzdür, bəzən gizli buna əl atanlar oldu, amma onlar da qanun qarşısına cavab verdilər. Bax, görürsünüz, qeyd edirik ki, bu qan xəstəliyidir, irsi xəstəliyidir. Qohum nikahından doğulan uşaqlarda yaranan xəstəlikdir. Ölkəmizdə də hal-hazırda deməli 4000-dən çox bu xəstəliyin daşıyıcıları var. Bu uşaqlar digər uşaqlardan seçilirlər, rəngləri adətən sarı olur, biraz həssas olurlar, virusa yoluxma ehtimalları nəticə etibarilə çox olur. Ölkəmizdə talasemiya mərkəzi var, orada onların müalicəsi və deməli, müəyyən müalicə üsulları ilə yəni ki, onlara kömək göstərilir, amma ömürlük sağalan xəstəlikdir. Nəticə etibarilə bugün əsas günlərdən sayılır talasemiya mübarizə günü və çalışaq nikaha girməmişdən öncə mütləq şəkildə genetik analizlərdən keçmək lazımdır ki, dünyaya belə xəstə övlad gətirib ömür boyu onun əzab və əziyyətini çəkməkdənsə elə öncədən tədbirli olmaq lazımdır. Və bizim dəyərli izləyicilərimiz, yenidən sabahlarınız xeyrə açılsın deyirəm. İstəyirəm ki, baxım görüm artıq bizim
qaynar xəttimizə, Instagram hesabımıza bizim dəyərli tamaşaçılarımız günümüzün mövzusu ilə bağlı nə yazıblar? İşdən sonra nə eləyirlər? Çox maraqlıdır bizə təbii ki. Mən işdən sonra yenə də işdən məşğulam. Yəni ki, istirahət vaxtımın sayı azdır və işləməyə də heç də peşman deyiləm. Nə qədər ki, canımızda güc var, qüvvət var, nə qədər ki, faydalı olmağı bacarırıq, ona görə ayaq üstə durmaq lazımdır. Hər zaman deyirəm, işləyən deyir, o dəmir paslanmaz, iş insanın cövhəridir. Həqiqətən də sərf elədiyimiz əmək bizi yüksəldir, bizim adımızı ucaldır. Ona görə də nəticə itibarilə işdən sonra bir qədər vaxtım az olur. Gecələr də daha tez yatmağa çalışıram ki, siz tamaşaçıların qarşısına həftənin 5 günü səhər saatlarında daha gümrah çıxım. Tamaşaçılarımızdan xahiş edəcəm, video çəksinlər, göndərsinlər ki, bax, işdən sonra nə ilə məşğullar və yaxud da hal-hazırda bax, nə edirlər, çox maraqlıdır. Bir də xahiş edəcəm sizdən, sosial şəbəkələrdən görüntülər deyil, elə özünüz isti-isti çəkin, bizə göndərin. Video formatında ola bilər bu, şəkil ola bilər, təsərrüfat işləri ilə məşğul olan bizim çox sayılı izləyicilərimiz var. Bilirəm, onlar bizə baxırlar. Məsələn, heyvandarlıqla məşğul olanlar elə heyvanlarından çəkib göndərə bilərlər. Əkin-biçinin artıq qızğın vaxtı başlayıb. Bax, elə öz bağlarından, bostanlarından, təsərrüfat yerlərindən görüntülər göndərə bilərlər. Ondan sonra gözəl bizim Azərbaycanımızın diyarından mənzərələr göndərə bilərlər. Yol getdiyi əsnada qarşılaşdıqları hər hansı bir problem varsa, isti-isti onu da bizə göndərə bilərsiniz və nəticə itibarilə biz bizə əlçatanlığı, verilişimizə əlçatanlığı təmin eləmək üçün hər cür üsullar sizin üçün şərait yaratmışıq. QR bizim vasitəmizi də görürsünüz. Yəni, telefonla daxil olub əvvəlki sujetlərimizə də baxa bilərsiniz, izləyə bilərsiniz. Əziz və bizim dəyərli tamaşaçılarımız 055 214 9994 nömrəli WhatsApp qaynar xəttimizə görək tamaşaçılarımız harda, nə yazıblar, hansı fikirləri bildiriblər və nədən bəhs eləyiblər. Salam, necəsiz? Tamaşaçımız yazır. Təşəkkür edirəm, çox sağ olun. Ümid edirəm, siz də yaxşısınız. Saatlı rayonundan, Seyidlər kəndindən Orxan Qazaxlı yazır. Əslən, Orxan bəy Qazaxlıdır, amma Saatlının Seyidlər kəndində yaşayır və bizim daimi izləyicimiz olduğunu bilirik. Çünki o hər zaman səhər tezdən oyanır, bizim mövzularımıza reaksiya verir və deyir ki, bugün gözəl anamın, Fatma xanımın ad günüdür. Ürəkdən təbrik edirəm, ona can sağlığı, uzun ömür arzuluyuram. 100 yaşı mübarək olsun, əziz tamaşaçılarımız. Bir daha diqqətinizə çatdırıram ki, ümumiyyətlə, bütün ad günü olan, dünyada yaşayan Azərbaycanlı varsa, ölkəmizdə yaşayanların hansının ki ad günüdür, onları təbrik edirik, can sağlığı, ömür uzunluğu arzuluyoruz. Amma bizim verilişimizin formatına uyğun olmadığı üçün sizdən xahiş edəcəm, ad günü təbriklərini yazmayaq. Mən bütöv şəkildə hər kəsi təbrik elədim. Şağan qəsəbəsi Mehdi Məmmədov küçəsini əsas yolla birləşdirən yeganə keçidin antisanitariya vəziyyətində olması sakinlərin narazılığına səbəb olub. Qışın günündə qapı pəncərə açıqdır. Mümkün deyil evə girmək. Bütün hamısı üfunət ilənir. Su bası bura, xəstəlikdir başdan ayağa. Uzun müddətdir yaranan bu acınacaqlı vəziyyət nə vaxta qədər davam edəcək? Sakinlər antisanitariya vəziyyətindən qurtulmaq üçün daha nə qədər gözləməlidirlər? Bazarlarda təmizlik məqsədi ilə satılan ucuz dəsmallar ilk baxışda sərfəli görünsə də, bu məhsulların bir çoxu keyfiyyətsiz materiallardan hazırlanır. O sintetik su da götürmür, almağın nə mənası var? Heç nəyə düzəmələ dəsilmir. Özümüzə alıb xəstəliyə bürünürük. Bəs bu dəsmalların keyfiyyətli olub-olmadığını necə ayırd etmək olar? Texnologiya inkişaf etdikcə bir zamanlar həyatın ayrılmaz hissəsi olan peşələr arxa plana keçir. Bəzi ixtisaslar var və yaxud da bəzi peşələr var ki, artıq onlara yaxın 10 il ərzində demək olar ki, ehtiyac qalmayacaq. Bəs yaxın gələcəkdə hansı peşələr tarix olacaq? İnsanlar yeni dövrün çağırışlarına hazırdılarmı? İşdən sonra nə edirsiniz? Ev işlərinə, uşaqların tərbiyəsinə, uşaqlarına görə. Rəsm çəkməklə, musiqiyə qulaq asmaqla, filmə baxmaqla, ya dostlarla əyləncəli vaxt keçiririk, ya da ailəyə vaxt ayırırıq. Həqiqətən də işdən sonra nə edirsiniz? Bir daha mən bizim tamaşaçılarımıza buradan səsləndirəm. Bu bizim günümüzün mövzusudur. Hər verilişimizdə çalışırıq ki, insanları daha çox maraqlandıran suallar qoyaq, onlardan cavab götürək. Beləcə bizim interaktiv diyalogumuz yaransın. Yəni siz tamaşaçılar da buyurursunuz. Bizim qaynar xəttimizə və yaxud da ki, sosial şəbəkədəki hesablarımıza yazırsınız. Mən də məmnuniyyətlə vaxt tapdıqca ona baxıram. Bu arada demişdim ki, hal-hazırda nə ilə
ilə məşğulsunuz? Əlinizdə hansı görüntü var? Elə çəkin, isti-isti bizə göndərin. Elə Lerikin Vizəzəmin kəndindən Mustafayev Bəhlul bəy, tamaşaçımız bizə bir görüntü göndərib. Bax, bu samavarı qalayıb, deyir, samavarı alışdırın, maşa verin, qarışdırın, yarım mənlə inciyibdir, yarım mənlə barışdırın. Bu arada aranızda yarı ilə küsülü olanlar varsa tezliklə onlara barışmağı diləyirəm, təşəkkür edirəm. Özə neçə nəfərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, maşallah. 8 dənə də stəkana çay süzümüsünüz. Lap belə o samavar çayının qoxusu gəldi mənim burnuma. Görünür ki, ümumiyyətlə bizim bölgələrimizdə yaşayan vətəndaşlarımız, belə deyim, qonaqpərvərdir. Elə görünür ki, Bəhlul bəy də qonaqlı qaralı bizim izləyicilərimizdəndir. Əhsən deyirəm, əlinizə sağlıq. Və əziz tamaşaçılarımız, paytaxtımıza gələk. Lerikdən, onun gözəl təbiətindən gələk biraz da paytaxtımıza. Təbii ki, şəhərimiz də gözəldir, Bakımız da gözəldir. Bunu biz Azərbaycanlı olduğum üçün, Bakıda yaşadığımız üçün demirəm, xaricdən ölkəmizə təşrif buyuran bütün insanlar, turistlər, xarici qonaqlar bunu təsdiq edirlər. Amma bəzən o yollardakı tıxac bizi bikef eləyir. Bəzən o, necə deyərlər, keyfimizə soğan doğurur. Çünki gedirik, gecikirik, məkan başına çatamırıq, dərsə gedirik, şagirdlər gecikir, tələbələr, insanlar işə gecikir. Əhvalımıza təsir eləyir, amma çalışıq, heç nə bizim əhvalımıza təsir eləməsin. Əhvalımıza təsir eləyən amillərdən biri olan yollardakı vəziyyətdən danışacağım, tıxaclardan danışacağım. Hal-hazırda 15 istiqamətdə mərkəzə doğru aparan prospekt və küçələrimizdə tıxaclar var. Bunları istəyirəm ki, sizin diqqətinizə çatdıram. Bu hansı istiqamətlərdir? Bakı Sumqayıtdan istəyirəm gəlin. Mən Sumqayıt vasitəsilə, məşhur Sumqayıt şosesi vasitəsilə mən mərkəzə 20 yanvara doğru irəliləyirəm. Təbii ki, xəritə vasitəsilə Ənərəvi tıxacı biz burada müşahidə edə bilirik. Moskva prospektidir, ondan sonra 20 yanvardan sonra Tbilisi prospektidir, Həsən bəy Zərdabi prospekti, hansı ki 20 yanvar dairəsindən ayrılan əsas yollardan hesab olunur. Rövşən Cəfərovdur. Bax, bu istiqamətlərdə, bu saata görə 08:35 aralığında tıxacın olduğu görüntülərini siz görürsünüz mənimlə bərabər. Sonra Alı Mustafayevlə davam eləyəcəm. Əbdülvahab Salamzadə də eyni saatda, eyni dəqiqələrdə tıxacda olan bizim yollarımızda. Ondan sonra mərkəzi küçələrimiz var. Cəfər Xəndan, Səttər Bəhlulzadə, Azadlıq prospekti istiqamətində da hal-hazırda tıxacı görürsünüz siz və Ziya Bünyadov prospektində. Gəlin baxaq. Bu prospektimizdən də çox sayılı bizim vətəndaşlarımız istifadə edirlər. Əsas prospektlərdən sayılır və mərkəzə doğru daha çox bütün istiqamətlərdə siz tıxacı görə bilirsiniz. Və Ziya Bünyadov prospekti kəsişmədən Atatürk prospektini görürsünüz. Bu istiqamətdə də tıxacdır. Ondan sonra Ziya Bünyadov kənar yolu. Mərkəzə istiqamətlənəndə daha çox biz burada tıxacı görə bilirik. Bu Ziya Bünyadov prospektindən sona qədər davam edirəm ki, görək Heydər Əliyev prospektinin kəsişməsinə qədər davam eləyirmi bu tıxac? Bəli, davam eləyir. Yəni, əks istiqamətdə də tıxac, çıxış istiqaməti yoxdur, bəli. Xeyli davam eləyir və biz istəyirik ki, sonra nəzər salaq bizim digər məşhur prospektimiz Heydər Əliyev prospektinə. Buradan da şəhərə girişə doğru hələ ki açıq göstərir yollar. Amma sürpriz olub, yaxınlaşında qırmızı ola bilər. Yox, maşallah olsun deyirəm. Bu saatlarda adətən bizim bu prospektimizdə tıxac olurdu, amma Heydər Əliyev prospekti açıqdır, rahatlıqla, heç bir, yəni necə deyərlər, heç bir həyəcan olmadan, gərginlik olmadan bu yoldan rahatlıqla sürücülər bu saatda istifadə edə bilərlər. Amma Yusif Səfərov barədə mən bunu deməyəcəm. Çünki burada tıxacın olduğunu biz müşahidə edə bilirik. Xocalı prospektində də eyni vəziyyət yaşanmaqdadır. Burada da tıxacdır. Sonra 8 noyabra deyirəm, baxaq bizim o möhtəşəm zəfərimizin simvolu olan, bizim üçün artıq müqəddəs rəqəmə çevrilən, sonsuzluq rəqəmi olan 8 rəqəmi Azərbaycan xalqının həyatında böyük önəm daşıyır. Çünki bizim zəfər tariximizi simvolizə edir və paytaxtımızdakı prospektlərdən biri də artıq 8 noyabrın adını daşıyır və bu prospektimizdə yollarda vəziyyət açıqdır. Hər zaman da açıq olsun deyirəm, amma Afiyettin Cəlilovda bir balaca tıxacı görürsünüz. Amma bunu da dərd etməyə dəyməz, çünki sonra yollar açılır və məşhur Neftçilər prospektimizdə də yolların açıq olduğunu biz müşahidə eləyə bilirik. Bülbül prospekti, Rəşid Beypudov 28 may istiqamətində, Dilarə Əliyevada isə biz tıxac xəbərlərini sizin diqqətinizə çatdırdıq. Əziz və dəyərli tamaşaçılarımız,
Bu yollardakı tıxaclar ötəri bir şeydir. Yəni indi olur, bir saatdan sonra olmur. Əsas nəticə etibarilə həyatımızda düşüncələrimiz tıxaclı olmasın, düşüncələrimiz aydın olsun, həmişə pozitiv olaq, yaxşı düşünək. Çünki insan düşüncələrini yaşayır. Hər bir insan xarakterinə görə həyat yaşayır. Nə qədər həlim olsaq, nə qədər özümüzü problemlərə kökləməsək, sadəcə problemləri necə həll eləməliyəm deyib, o istiqamətə baxsaq, inanın ki, hər şey bir qədər asan olar və boş vaxtlarınızda nə edirsiniz? Əsas nəticə etibarilə, bax günümüzün sualını mən sizə bir daha ünvanlayıram, tamaşaçılarımızdan gələn mesaja baxıram. Sabahınız xeyir olsun gözəl qızım. Mesajımı oxuduğunuz üçün təşəkkürümü bildirirəm. Hər gün saat 8-dən 10-a qədər sizin verilişə baxıram. Mesajımı oxumayanda pis oluram. Qaldı günün mövzusuna sənətim dərzidir, amma yaşıma görə işə götürmürlər. İş insanın bəli cövhəridir. Bayaq mən də qeyd elədim ki, insan nə qədər enerji sərf edirsə, əmək sərf edirsə, onun inanın bəzən mənəvi olaraq, maddi olaraq qarşılığını görməyə bilərik, amma bu bizi kədərləndirməsin. Yaşamaq üçün hər zaman hərəkətdə olmaq lazımdır. Bəlkə də Allah Taala bütün xəstələrə şəfa versin. Yataq xəstələri varsa aranızda, onlara uca Allahdan bol şəfa diləyirəm. Hər hansı bir hərəkət, bəlkə də zamanında biz ayaqdayıq, hərəkət edirik, sağlamıq. Bunun bəzən qədrini bilmirik. Mənəvi, mental olaraq sağlamıq, fiziki olaraq sağlamıq, orqanlarımız yəni ki, sağlamdır. Amma bəzən bunun qədrini bilmirik. Elə ki, bir azar oldu, dərd oldu, xəstə olduq, o zaman bax, təəssüflənirik. Nə qədər ki, ayaqdayıq, nə qədər ki, diriyik, buna şükürlər olsun deyirəm və mən bizim deməli, bu mesajı yazan bizə daimi tamaşaçımız Əmircandan Gülzar xanımdır, 65 yaşın olduğunu deyir. Deyir ki, indiki dövrdə cavanlar iş tapa bilmir, o ki, qaldı qocalara. Gözləməkdən başqa çarəm yoxdur. Allah sizə can sağlığı, ömür uzunluğu versin. Bizim dəyərli tamaşaçımız Gülzar xanım. Bəs bizim digər tamaşaçılarımızın da fikri mənə maraqlıdır. Yazsınlar görək, boş zamanlarında, yəni ki, özlərinə zaman ayıra bilirlərmi, ümumiyyətlə nə ilə məşğuldurlar, ümumiyyətlə boş zamanları varmı? Çünki bəzi insanlar deyir, vallahi elə işdən sonra da, işləyirəm xüsusilə də xanımlar, iş xanımı olan xanımlar deyir ki, işdən sonra da gedirəm, ev işlərlə məşğulam, özümə zaman tapa bilmirəm. Əziz tamaşaçılar, bir informasiyanı istəyirəm diqqətinizə çatdırım. Dünən İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb. Xəbərin olsunun baş rejissoru, əməkdaşımız Yəhyayev Elgün Hafizoğlu da mükafat alanlar arasında var. Onu təbrik eləyirik. Bəli, görürsünüz, insan əməyinin bəhrəsini görür, ər ya da gec görür. Ona öz təbriklərimizi çatdırırıq. Məncə, möhtəşəm bir gündür onun üçün. Həm artıq bizim 8 may nailiyyətləriniz bol olsun deyirəm. Və bir də yenidən istəyirəm mən baxım. Mesajlarla davam eləyək. Siz tamaşaçılardan gələn məktublara nəzər salaq. İşdən sonra tamaşaçımız deyir, Goranboyun Buzluq kəndindən Eldəniz ki, işdən sonra dünən verilişimiz üçün gedib mənzərə çəkib, o mənzərəni birazdan göstərəcəyik biz. Eldəniz bəy, gözünüz, qulağınız, diqqətiniz bizdə olsun. Sabahınız xeyir olsun, əziz Doğma ATV və aparıcısı Turan xanım. Gününüz uğurlu, cüməniz mübarək olsun. Bəli, bugün fəzilətli və müqəddəs günlərdən gün sayılır. Bütün müsəlman aləmində ibadətlə məşğul olan tamaşaçılarımızın Allah deyirəm ki, dua və ibadətlərinizi qəbul eləsin. Ən baxımlı kanala uğurlar arzuluyuram. Rəbbim deyir, qorusun sizləri. Dağlarda tutqunlu hava, az yağacağı gözlənilir. Qubanın Əli kəndinə Əmrah bəy belə deyir. Sonra bizə bir video göndərib, birazdan onu da yayımlayacağım. Xəbərin olsun verilişi üçün deyir göndərmişəm. Sualımızla bağlı da deyir ki, işdən sonra təsərrüfat və bostan işləri, həyət bacanı səliqəli görünməsi üçün təmizlik işləri aparmaq və samavar çayı içməklə, yorğunluğu çıxmaqla deyir məşğul. Bax, bu görüntüləri istəyirəm sizdən, Əmrah bəy. Bax, hal-hazırda təsərrüfatınızda nə işlə məşğulsuz, nə əkirsiniz, nə becərirsiniz? Bununla dair elə isti-isti görüntüləri çəkin, göndərir. Mən söz verirəm ki, sizin görüntülərinizi yayımlayacağıq. Belə, əziz tamaşaçılarımız, dünən təxminən saat 16
00-da Şəmkir rayonunun Yeniabad kəndi ərazisində yüksək təzyiqli su xəttində qəza baş verib. Nəticədə ərazini su basıb. Bax, bununla bağlı sujetimiz var. Təfərrüatları materialdan biləcəyik. Suvarma təyinatlı 3000 metrlik boruda baş verən qəza nəticəsində su Şəmkir Maşın Kanal İstismar İdarəsinin ətraf ərazilərinə yayılıb. Qəzaya səbəb su nasoslarına gələn yüksək gərginlik xəttində baş verən enerjinin dayanması səbəb olub. Məhz bu səbəbdən borunun daxilində yüksək təzyiq yaranıb və bu təzyiq nəticəsində boruda olan qaynaqda qopma halı baş verib və su ətrafa dağılır. Hadisədən dərhal sonra boru xətti ilə suyun verilişi dayandırılıb və ərazidə bərpa işlərinə başlanılıb. Fərdi təsərrüfatlara və əkin sahələrinə ziyan dəyməyib. Boruda hidrotəzyiq yaranmışdır. Nəticədə qaynaq hissədə qopma baş vermişdir. Borunun içərisində olan su ətrafa dağılmışdır. Fərdi təsərrüfatlara, evlərə heç bir zərər dəyməmişdir. Yalnız nasostansiyanın kollektor meydançası suyun altında qalmışdır. Hal-hazırda qəzanın nəticələri aradan qaldırmaq istiqamətində tədbirlərimiz davam edir. Bildirildi ki, boruda qaynaq işləri aparılacaq və suyun təminatı bərpa olunacaq. Bəli, əziz tamaşaçılarımız, Balakən rayonunda isə istismara yararsız hala düşdüyündən uzun illərdir fəaliyyət göstərməyən kanat yolunun yenidən qurulması istiqamətində işlər başlanıb. Dövlət tərəfindən layihənin icrası üçün vəsait ayrılıb və bugündən yenilənmə prosesinə start verilib. Balakən şəhərinin Heydər Əliyev parkında kanat yolunun inşası istiqamətində işlərə başlanılıb. Artıq mövcud kanat yolu sökülür. Ölkəmizdə ilk kanat yolu Balakən rayonu Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında istifadəyə verilib. Bir müddətdən sonra texniki nasazlığa görə istifadəsiz qalan kanat yolunun bugündən yenidən tikintisi, bərpası həyata keçirilir. Qısa müddət ərzində istifadəyə veriləcək kanat yolundan həm rayon sakinləri, həm də rayona gələn qonaqlar istifadə elədikdə bu gözəl mənzərəni seyr etmək imkanı əldə edəcəklər. Kanat yolunun yenidən bərpası çoxdan bugünü gözləyən Balakən sakinlərinin də ürəyincə olub. Xarab oldu, işləmədi. Amma indən sonra görünür ki, kanat işə düşəsidir. Bu rayonumuz üçün çox gözəl olasıdır. İnsanlar boş vaxtını, asudə vaxtını gəlib kanatda da keçirdə bilər. Bir neçə müddət idi bu kanat yolu işləmirdi. İndi şükür Allaha onu bərpa edirlər. Hazırda ərazidə yenidən qurma və layihələndirmə işləri aparılır. Yeni avadanlıqların alınması üçün satın alma prosesinə başlanılıb. İlkin mərhələdə kanat xəttinin troslarının aşağı və yuxarı terminallarının bütün texnoloji və elektrik avadanlıqları demontaj edilib. Layihəyə əsasən Balakən kanat yolunun uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq. Kanat yolu ilə ümumi hərəkət müddəti təxminən 4 dəqiqə təşkil edəcək. Burada 6 kabin fəaliyyət göstərəcək ki, 1 saat ərzində 330 sərnişinə xidmət göstərmək mümkün olacaq. Xüsusilə qeyd edim ki, bu işlər 8 may 2025-ci il tarixli dövlət başçısının Balakən şəhərinin Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisinin tədbirlər haqqında sərəncama uyğun olaraq həyata keçirilir. Layihənin həyata keçirilməsi Balakəndə turizmin inkişafına töhfə verməklə yanaşı, rayonun istirahət məkanlarına marağı da artıracaq. Həyata keçirilən layihə başa çatdıqdan sonra isə ümumi mənzərə belə olacaq. Belə, əziz tamaşaçılarımız, ölkəmiz onsuz da gözəldir, onsuz da abaddır, onsuz da azaddır və günü-gündən də gözəlləşir. Paytaxtımıza diqqətlə nəzər salanda bunun şahidi oluruq. Hər keçən gün yeni parklar salınır. Elə bölgələrimizdə də həmçinin təmirə ehtiyacı olan obyektlər, məktəblər, təhsil müəssisələri, ondan sonra yenilənir, bərpa olunur, tarixi abidələrimiz bərpa olunur. Neçə il düşmən tapdağı altında bizim dini yerlərimiz, abidələrimiz, dediyim kimi, ümumilikdə tarixi abidələrimiz viran qoyulmuşdu. Azərbaycan izinin itirilməsinə çalışmışdı mənfur düşmən, amma bunların hamısı yenilənir. Qarabağımızda təxirə salınmaz işlər həyata keçirilir, yenidən qurulur. İnsanlar yavaş-yavaş işğaldan azad olunmuş ərazilərimizə köçürülür və artıq öz yurt və yuvalarında azad yaşayırlar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Qeyd elədiyim kimi, bugün Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə növbəti köç yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 41 ailə olmaqla 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə olmaqla 206 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Əziz tamaşaçılarımız, birazdan möhtəşəm Şuşamızla bağlı əsrarəngiz bir video material təqdim edəcəyik. Əziz tamaşaçılar, necəsiz, əhvalınız necədir? Mən əminəm ki, bizi izləyənlərin sayı artıb. Çünki artıq yatmaq vaxtı deyil, saat 9-a yaxınlaşır. Yenidən deyirəm, gününüz aydın olsun. Biz verilişə erkən saatlarda başladığımız üçün artıq saat 10 olanda verilişimiz bitəndə mən elə bilirəm ki, günorta saatlarıdır. Amma bir çoxları hansı ki o zaman yuxudan oyanırlar, o zaman işə gedirlər və bu kimi. Və boş vaxtlarınızda ümumiyyətlə nə eləyirsiniz? Bu dəqiqə, məsələn, həftə sonu, şənbə və bazar günü bir çoxları üçün iş günü deyil, istirahət günüdür. Bax, elə bunu da dəyərləndirə bilərsiniz və yaza bilərsiniz ki, bu da boş vaxtınız sayılır. Ümumiyyətlə, heç dəyərləndirə bilirsiniz və bununla bağlı da buyurun yazın, görək, asudə vaxtınız varmı, boş vaxtlarınızı necə keçirirsiniz? Dərnəgül sakinlərinə şad xəbərimiz var. Azərbaycan Dəmir Yolları yeni Dərnəgül dayanacağını istifadəyə verib. Deməli, bununla da Abşeron dairəvi dəmir yolu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb. Möhtəşəm, bəli. Hər keçən gün, bax, yeni infrastrukturun belə yaradılması, bərpa olunması təbii ki, biz insanlarımızın, vətəndaşlarımızın sosial rifahını və rahatlığını təmin olunmasına hesablanıb. O möhtəşəm dəmir yolumuz, hansı ki, bizi Ağdama da apardı, neçə illər istifadəyə yararsız qalmışdı. Ümumiyyətlə, o Qarabağımızın yolları belə deyim də, yox idi, artıq ot basmışdı, çəpər qoymuşdu vaxtı ilə düşmən. Ağdamıza gedən qatar yolumuz var. Yeni Xankəndi dəmir yolu da inşa olunur. Yaxın vaxtlarda inşallah Allah nəsib eləyərsə, bax, o qatar vasitəsilə Xankəndiyə də gedib çatacağıq. Ümumiyyətlə, işğaldan azad olunduqdan sonra o torpaqlarımızda yurt yerlərimiz yeni nəfəs gəldi. Ora yenidən canlandı. Elə bil ki, o məmləkətimiz küsmüşdü sanki. Çünki orada öz vətəndaşları, öz Azərbaycan türkləri yox idi. Sanki bir niskil var idi, kədər var idi. İnanın, indi mənzərə tamam başqadır. Mən bir Azərbaycanlı olduğum üçün bunu demirəm. Məncə, bütün hər kəs, bütün Azərbaycana gələn xaricilər də bunu təsdiqləyər. Çünki orada yenidən görülən işlər, ondan sonra orada hava limanları bilirsiniz ki, yaradılıb. Çox rahatlıqla xaricdən ora gəlmək mümkündür, paytaxtımızdan getmək mümkündür. Yəni, ümumiyyətlə, belə şeyə baxanda necə fəxr eləməyəsən? Qarabağınla, Zəngəzurunla, Şuşanla, eləmə əziz tamaşaçılarımız. Şuşa o qədər əsrarəngizdir ki, bu şəhərə yaradan özü əvəz olunmaz gözəlliklər qatıb. Götürək elə təbiətin nadir incilərindən hesab olunan səfalı və şəfalı İsa bulağını. Şəhərə gələn qonaqların ən çox üst tutduğu məkanlardandır. Şuşaya geri dönənlərin sayı artdıqca tələbata uyğun infrastrukturlar genişləndirilir. Suya olan tələbatı ödəmək üçün yeni su anbarlarının istifadəyə verilməsi də nəzərdə tutulur. Burada su mənbələri yüksəklikdə yerləşdiyindən heç bir elektrik enerjisindən istifadə etmədən, yüksək təzyiqlə, nasoslardan istifadə olunmadan təbii cazibə qüvvəsi ilə su şəhərə və evlərə çatdırılır. Şəhərə təşrif buyuranlar isə təkcə bu gözəllikləri izləməklə qalmır. Həm də milli mətbəximizin dadlı təamlarından dadmaq fürsəti qazanırlar. Şuşa ilə bağlı, Şuşamızın təbiəti ilə bağlı, bizim Cıdır düzümüzlə bağlı, İsa bulağı ilə bağlı möhtəşəm, göz oxşayan, rəngarəng bir materialımız var. Gəlin birlikdə izləyək.
Şuşa şəhərindən 4 kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr yüksəklikdə meşəli ərazidə yerləşən İsa bulağı ölkəmizin ən məşhur istirahət məkanlarından biridir. Tarixi zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən sonra İsa bulağı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın ətrafına mərmər döşənib. İsa bulağı sözləri isə milli ornamentlə yazılıb. Bulağın su təminatı tam bərpa olunub. Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağının göz yaşı kimi şəffaf suyu həm suyuq, həm faydalıdır. Ən qızmar yay günlərində belə ətrafı həmişə sərin olan bulaq hər zaman Şuşalıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanlarından olub. İstirahət kompleksinin təmir edilərək istifadəyə verilməsi Şuşada turizmin inkişafına da töhfə verib. Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilən Şuşa şəhərinin infrastrukturunun, xüsusən su təsərrüfatının tam bərpası prioritet məsələlərdən biridir. Şuşa şəhərinin su təminatını yaxşılaşdırmaq məqsədi ilə bir neçə yeni su anbarının tikintisi və ya bərpası layihələri həyata keçirilir. Məqsəd Şuşa şəhərinin artan əhalisi və turizm potensialı nəzərə alınaraq su təchizatında fasiləsizliyi təmin etməkdir. Şuşaya gələn su əsasən Zarslı su mənbəsindən, Nəblər su mənbəsindən, Kirs su mənbəsindən gəlir. Bizim orada bəndimiz var, Daşaltı çayının üzərində bənd tikilmişdi. Həmin bənddən lazım olanda nasos stansiyasının köməyi ilə təmizləyici qurğuya vurur. Adi hallarda öz gücü ilə gəlir suyumuz Şuşa şəhərinə. Şuşaya üz tutanlar şəhərin gözəlliyinə heyran qalmaqla yanaşı milli mətbəximizin dadlı təamlarından da zövq alır. Şuşada milli mətbəximizin təbliğatı ilə məşğul olan restoranlardan biri də Şuşa Qala restoranıdır. Azərbaycanın ən dadlı, ən belə deyə əvəz olunmaz mətbəxini Şuşa mətbəxidir. Bugün Şuşa sakinlərinin və eyni zamanda şəhərimizə təşrif buyuran bütün turistlərin və qonaqlara göstərdiyimiz xidmətlə Qarabağımızın mədəniyyətini, Qarabağımızın mətbəxini yüksək səviyyədə göstərməyə çalışırıq. Qısaca, Şuşa hər mənada Qarabağın tacı olduğunu bütün dünyaya nümayiş etdirir. Sənan Bəhrəmli, Habil Aslanoğlu, Şuşa. Bəli, Şuşanı bizə bəxş eləyənlərə başda Ali Baş Komandan, dövlət başçısı Prezident İlham Əliyev olmaqla can sağlığı arzuluyuruq. Allah onları əksik eləməsin Azərbaycandan. Qazilərimizə can sağlığı arzuluyuruq. Şuşamızı dırnaqları ilə, belə deyim, yalın əlləri ilə, şücaətlə, məhcəsinə azad eləyənlərə və bu yolda şəhid olanlara Allahdan bol-bol rəhmət diləyirik və mən əminəm ki, onların artıq ruhu azad Şuşa göylərində bərk vurur. Artıq onlar ruhları şaddır və istər 1-ci Qarabağ müharibəsi gedən zaman, istər 2-ci Qarabağ müharibəsi vətən uğrunda döyüşən, həlak olan, sinəsini sipar eləyən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Burada artıq milli qəhrəmanımız Albert Aqarunovu da anmaq istəyirəm. Tank komandiri olub, könüllü cəbhəyə yollanmışdı. Şuşa uğrunda gedən döyüşlərdə düşmənin neçə-neçə canlı qüvvəsini, hərbi texnikasını məhv eləmişdi, şücaət göstərmişdi. Özü və heyəti mütləq şəkildə yad edirik. Azərbaycanın milli qəhrəmanıdır. Ölümündən sonra milli qəhrəman adına layiq görüldü. Özü də o şəhid olması da elə bir xatirəyə çevrilib ki, adam deməli Daşaltı əməliyyatlarında, Şuşa əməliyyatlarında iştirak edib və son həmlə olaraq şəhid olan Azərbaycanlıları tankla hərəkət edərkən şəhid olan bizim Azərbaycanlarımızı kənara çəkmək istəyərkən düşmən deməli snayperinə tuş gəlib, beləliklə də şəhidlik zirvəsinə ucalıb. Bir daha da Şuşamızı bizə qaytaran, bütün Qarabağımızı bizə qaytaran və bu yolda canından keçən müqəddəs oğul və qızlarımızın ruhu qarşısında baş əyirəm. Qeyd elədiyim kimi artıq həmin o dilbər güşələrimizdə yenidən qurma işləri həyata keçirilir. Az abadlaşdırılır və insanlar mərhələli şəkildə böyük qayıdış konsepsiyası çərçivəsində öz doğma torpaqlarına, ata-baba ocaqlarına köçürülürlər. Qarabağ və Şərqi Zəngəzurun ilk regional radyo kanalı CBC FM-in bugün 5 yaşı tamam olur. 8 may 2021-ci ildə Azərbaycanın mədəni paytaxtında Diqqət Danışır Şuşa sədaları eşidildi. CBC FM Azərbaycan, Rus və erməni dillərində yayımlanır. Bu müddət ərzində yerli və xarici aparıcı mütəxəssislərlə yüzlərlə
müsahibə minlərlə saat canlı yayım dinləyicilərə təqdim olunub. CBC FM-in efiri təkcə siyasət və iqtisadiyyat xəbərləri ilə məhdudlaşmır. 102.7 FM dalğasında müxtəlif məzmunlu o cümlədən şəhidlərimiz və qazilərimiz haqqında tariximiz, mədəni irsimiz, ədəbiyyatımız, tibb sahəsində əldə olunan nailiyyətlərlə bağlı verilişləri də dinləyicilərə təqdim olunur. CBC FM obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq işini davam etdirir. Bundan sonra da 102.7 FM dinləyicilərini yeni layihələr, maraqlı verilişlər və dəqiq xəbərlər gözləyir və həmkarlarımızı təbrik edirik, onlara uğurlar arzuluyuruq. Hətta o Qarabağda, Şərqi Zəngəzurumuzda fəaliyyət göstərməsi bizi 2 qat, necə deyərlər, qürurlandırır, fəxarət hissi ilə bürünürük. Belə əziz tamaşaçılarımız, Azərbaycan ümumiyyətlə radioların, televiziyaların həm də ümdə vəzifələrindən biri Azərbaycan dilini təbliğ eləmək, onun saflığından bəhs eləmək, arxaik olmuş bəzi Azərbaycan dilindəki sözlərin yenidən dirilməsinə töhfə verməkdən ibarətdir. Yəni biz aparıcıların həqiqətən də ötəliyində böyük bir məsuliyyət var ki, biz dilimizdə doğru danışaq, ədəbi dildə danışaq, vurğulardan doğru istifadə eləyək, çalışaq dilimizin qarşılığı, məsələn, xarici sözlər hansı ki bizim dilimizə keçib, onun qarşılığını mütləq şəkildə mütəmadi olaraq istifadə eləməliyik ki, qoy gənc nəsillər öz Azərbaycan dilinin nə qədər mükəmməl olduğunu bilsinlər, öz dillərində daha mükəmməl danışmağa cəhd göstərsinlər. Təbii ki, nə qədər dil bilərsək, o qədər insanıq, o qədər mədəniyyətlərdən xəbərdar olarıq, o qədər bizim üçün hər mənada qapılar açılır. Amma öz ana dilimizi bilmək, Azərbaycan dilində yüksək səviyyədə danışmaq hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır və biz də həftədə 2 dəfə Dil Bil rubrikası təqdim edirik və tamaşaçılarımıza məlum olsun ki, hansı sözlər necə yazılmalı və necə deyilməlidir əsl olaraq. Gəlin görək, Dil Bil rubrikasında dilçi alimimiz bu dəfə bizə nələri tövsiyə edir? Maraqlı material olanda mən də ekran kaydı eləyirəm. Kayıt, dilimizdə kayıt sözü yoxdur. Bu söz Türkiyə türkçəsinin təsiri ilə işlənməyə başlayıb. Əslində dilimizdə bunun qarşılığı qeyd sözüdür. Və hər 2 dildə işlənən söz bu dillərə ərəb dilindən keçib. Ərəb dilindəki variantda daha yaxın variant Türkiyə türkçəsindəki kayıt variantıdır. Çünki onlar tarixi ənənəvi prinsipdən istifadə ediblər, mənbə dilə yaxın olan variantı seçiblər. Azərbaycan dilində isə biz dilimizə uyğunlaşdırıb bunu qeyd formasına salmışıq. Maraqlı məqam budur ki, ərəb dilində bu sözün bir çox mənaları var. Ayaqqabı bağından tutmuş, qeyd etmə mənasına qədər bir çox mənaları var. Amma dilimizdə bu qeyd etmək, qeyd olunmaq və sair formalarda işlənir və qəti surətdə kayıt etmək, kayıt olmaq kimi istifadə oluna bilməz. Ekran kaydını Azərbaycan dilində hansı ifadə ilə vermək olar sualına cavab istəyirsinizsə, ekran video yazısı, ekran video qeydi kimi istifadə edə bilərsiniz. Dilimizi sevək və sevdirək. Bu cür maarifləndirici rubrikaya görə filologiya üzrə fəlsəfə doktoru Dürdanə xanım Rəhimzadəyə təşəkkürümüzü bildirir və salamlarımızı çatdırırıq. Əgər bizim köklü bir dilimiz varsa, biz ulu bir soyuqsa, Türk dillər ailəsinə mənsubuqsa, Oğuz qrupuna daxil isə belə mükəmməl dilimiz varsa, niyə də öz dilimizlə fəxr eləməyək, qürurlanmayaq, onu hər yerdə təbliğ eləməyək? Ümumiyyətlə, bütün Türk dünyasında və həmişə mən bunu xatırlayıram, Türkiyənin mərhum tarixçisi, mən onu Allah rəhmət eləsin, çox sevirdim, diqqətlə qulaq asırdım onun hər çıxışlarına. İlbər Ortaylı Azərbaycan dili ilə bağlı hər zaman deyirdi ki, Türk dillər ailəsinin gəncliyidir, ən əski dilidir. Ona görə də dilimizi hər zaman canlı tutmalıyıq, hər zaman dirçəltməliyik. Çünki dil bizim milli kimliyimizdir, keçmişimizdir, bugünümüzdür və gələcəyimizdir, əziz tamaşaçılarımız. Bir daha sabahınız olsun, xeyirlərə açılsın deyirəm, sabahınız xeyir olsun deyirəm. Çünki bilirəm ki, indicə elə kanalı ATV-yə çevirib bizə baxan
izləyicilərimiz var və mən günümüzün sualını belə təyin eləmişik ki, boş vaxtlarınızı nə eləyirsiniz, nəyə sərf eləyirsiniz və çox sayda tamaşaçılarımız nə ilə məşğul olduqlarına dair bizə fikirlərini yazırlar, mesajlar yollayırlar. Bundan başqa sizi narahat edən məsələləri də təbii ki, diqqətdə saxlayırıq. Hansı sosial problemləriniz varsa xüsusilə, ümumiyyətlə sizin ərazidə ümumiyyətlə yaşadığınız qəsəbə, şəhər və kəndlərdə, bax bunu da həm çəkib göndərə bilərsiniz, ünvanı qeyd edə bilərsiniz, bizə yaza bilərsiniz və həmçinin gözəlliklərdən də yaza bilərsiniz bizə, videolar göndərə bilərsiniz, şəkillər göndərə bilərsiniz. Gözəllikdən söz düşmüşkən Qubanın Əlik kəndindən bizim tamaşaçımız Əmrah bəy öz həyat bacasından görüntüləri lenta alıb isti-isti bizə göndərib. Gəlin, izləyək. Baxıram qəlbimdə yanıcı oyadı, baxıram qəlbimdə yanıcı oyadı. Sanki ay nurunda ulduzdur, sanki ay nurunda ulduzdur. Asanları çiçək. Möhtəşəm görüntüləri çox sağ olsun bizim Qubanın Əlik kəndimizdən daimi tamaşaçımız Əmrah bəy. Şağan qəsəbəsi Mehdi Məmmədov küçəsini əsas yolla birləşdirən yeganə keçidin antisanitariya vəziyyətində olması sakinlərin narazılığına səbəb olub. Qışın günündə qapı pəncərə açıqdır. Mümkün deyil evə girmək. Bütün hamısı üfunət ilənir. Su bası bura, xəstəlikdir başdan ayağa. Uzun müddətdir yaranan bu acınacaqlı vəziyyət nə vaxta qədər davam edəcək? Sakinlər antisanitariya vəziyyətindən qurtulmaq üçün daha nə qədər gözləməlidirlər? Bazarlarda təmizlik məqsədi ilə satılan ucuz dəsmallar ilk baxışda sərfəli görünsə də, bu məhsulların bir çoxu keyfiyyətsiz materiallardan hazırlanır. O sintetik su da götürmür, almağın nə mənası var? Heç nəyə düzəmələ silmir. Özümüzə alıb xəstəliyə bürünürük. Bəs bu dəsmalların keyfiyyətli olub-olmadığını necə ayırd etmək olar? Texnologiya inkişaf etdikcə bir zamanlar həyatın ayrılmaz hissəsi olan peşələr arxa plana keçir. Bəzi ixtisaslar var və yaxud da bəzi peşələr var ki, artıq onlara yaxın 10 il ərzində demək olar ki, ehtiyac qalmayacaq. Bəs yaxın gələcəkdə hansı peşələr tarix olacaq? İnsanlar yeni dövrün çağırışlarına hazırdılarmı? İşdən sonra nə edirsiniz? Ev işlərinə, uşaqların tərbiyəsinə, uşaqlarına görə. Rəsm çəkməklə, musiqiyə qulaq asmaqla, filmə baxmaqla, ya dostlarla əyləncəli vaxt keçiririk, ya da ailəyə vaxt ayırırıq. Bəli, əziz tamaşaçılarımız, bəs siz boş vaxtlarınızda nə ilə məşğulsuz, kimisə ailəsinə vaxt ayırır, şagirdlər. Ümumiyyətlə, şagirdlər, xüsusilə abituriyentlər əminəm ki, boş vaxtları yoxdur. Xüsusilə də artıq imtahan yaxınlaşır, dövlət imtahanı yaxınlaşır. Onlara zehin açıqlığı arzulayıram. Rahat olsunlar, iradəli olsunlar. İmtahana bir neçə gün qalmış o həyəcanı üzərlərindən atmaq üçün biraz dincəlsinlər, yəni ara versinlər. Yəni nəticə itibarilə onların boş vaxtı yoxdur, əminəm. İnşallah universitetə daxil olarsınız, tələbə adını qazanarsınız. Ondan sonra gözəl yay tətili keçirirsiniz. Əziz bizim izləyən abituriyent olacaq tamaşaçılarımız. Sumqayıtdan Əzizə xanım yazır ki, necəsiz, cüməniz mübarək olsun. Çox təşəkkür edirəm Əzizə xanım. Hər zaman yaxşı olasınız. Sizin də müqəddəs cümə gününüz mübarək olsun. Bu il faşizm üzərində qələbənin 80-ci il dönümüdür. Bəli, 9 may sabah Böyük Vətən müharibəsində faşizm üzərində qələbədən 81 il ötəcək. Xalqımızı deyir, təbrik edirəm. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük rolu olub. Atam Quliyev Səlim də müharibədə iştirak edib. 416-cı Tagan-Rog diviziyasında vuruşaraq şərəfli döyüş yolu keçib, çoxlu orden və medallarla təltif edilib. Bəli, bizdir qəhrəmanlığı, vətənpərvərliyi ata-babalarımızdan öyrənmişik. Oğlum Quliyev Ariz də vətən müharibəsi veteranıdır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Mən fəxr edirəm ki, veteran qızı kimi dünyaya gəlmişəm. Sonra veteran gəlini olmuşam. İndi isə veteran anasıyam və əziz atamın, deyir, əmimin ruhu şad olsun. Bəli, o vətən müharibəsi...
Böyük Vətən müharibəsi deyək də, 2-ci Dünya müharibəsi zamanında da həqiqətən də Azərbaycanlılar o cəbhə bölgələrində böyük şücaət göstəriblər. Onlardan biri də Şərif dayıdır ki, onun ailə xatirələri var. Həmin dövrün acı reallıqları ilə bağlı deməli bununla bağlı bir sujet hazırlamışıq. Gəlin onu izləyək. Bəzən bir tarix təkcə təqvimdə qeyd olunan gün olmur. Bütöv bir nəslin yaddaşına çevrilir. 9 may qələbə günü də məhz belə günlərdəndir. 2-ci Dünya müharibəsinin başa çatmasını simvolizə edən bu tarix milyonlarla insanın taleyində iz qoyub. Uzun illərdir müxtəlif ölkələrdə fərqli duyğular və xatirələrlə anılır. Aradan 10 illiklər keçsə də müharibənin acıları, qəhrəmanlıq hekayələri və itkilərlə bağlı acı xatirələr bu gün də hafizələrdə yaşayır. Müsahibim Şərif Şərifovun ailəsi də həmin illərin ağrısını birbaşa yaşayan ailələrdən olub. Dünya 70-ci ildə qoyulub abidə. Həmişə biz gelib ziyarət edirik, 9 mayda gelib gül qoyuruq. Biz oranı təmizləyirik, baxırıq ki, əmrlərimizə hürmət edirik. Ora gedəndə hələ biləm ki, əmrlərimlə görüşürəm. Qismət olsa 9 mayda gelib gül qoyacaq, bir dənə yasını oturacaq. Belə. Bəzən tarix kitablarında bir neçə sətirlə qeyd olunan hadisələr insanların həyatında silinməz yaddaşa çevrilir. 9 may da məhz belə tarixlərdəndir. 2-ci Dünya müharibəsində faşizm üzərində qələbəni simvolizə edən bu gün uzun illərdir keçmiş Sovet ölkələrində xatirə və ehtiram günü kimi qeyd olunur. Yüzlərlə Azərbaycanlı bu müharibədə iştirak edib. Onlardan çoxu geri qayıtmayıb. Aradan 10 illiklər keçsə də müharibənin ağrısı yalnız tarixdə yox, ailələrin yaddaşında, evlərin divarlarında qalan köhnə şəkillərdə, illərlə yol gözləyən insanların xatirəsində yaşamağa davam edir. Bəlkə də buna görə 9 may təkcə qələbə haqqında deyil, həm də itkilər, həsrət və unudulmayan insan taleləri haqqında olan bir gündür. Milyonlarla insanın yaddaşında həm böyük qələbənin, həm də sülhə qovuşmaq sevincinin yaşadığı tarixi gündür bugün. 2-ci Dünya müharibəsinin sona çatmasını simvolizə edən bu tarix, illər keçsə də insanlara bir həqiqəti xatırladır. Sülh ən böyük qələbədir. 2-ci Dünya müharibəsində SSR Azərbaycandan 600 mindən çox insan o müharibəyə qatılıb və onlardan 300 mini müharibədə həlak olub və ya itkin düşüb. Ümumilikdə isə müharibədə göstərdikləri şücaətə görə 123 nəfər Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Bəli, bugünkü Vətən müharibəsində iştirak edən
şəhid olan, şücaət göstərən oğullarımız, bax, həmin o babaların nəvəsidir. O zaman elə idi, böyük dünyanı bürümüş qanlı müharibə idi, 2-ci Dünya müharibəsi. Ümumiyyətlə, müharibələrin mən hər zaman deyirəm, haqlı və haqsız tərəfi yoxdur. Çünki orada insan ölür, insanlar, belə deyim, acılıqdan, səfalətdən, müharibənin o acı nəticələrindən əziyyət çəkirlər və nəticə etibarilə elə o dövrdə də döyüşən, 2-ci Dünya müharibəsində döyüşüb həlak olan Azərbaycan bütün insanlarının, yəni müharibədə həlak olanların xatirəsində yad edirik. Allah onların da ruhunu şad eləsin deyirik. Əziz tamaşaçılarımız, təbii ki, sizə hər sahədən xəbərlər çatdırmağa çalışırıq. Bir çox mövzuda istəyirik ki, reportajlar təqdim eləyək ki, sizin könlünüzcə olsun. Belə, əziz tamaşaçılarımız, biz davam edirik. Hər zaman deyirəm ki, məişətdən tut, sosial problemlərə, ondan sonra canım sizə desin, tibb sahəsindəki yeniliklərdən tut, sağlamlığımıza qədər, futbol aləmində baş verən ən son hadisələrə qədər, mədəniyyət aləmində nələr yaşanıb, çalışırıq ki, sizə hər şeydən xəbər verək. Eyni zamanda sosial problemlərinizi bizə ünvanlayırsınız, onları da diqqətə saxlayırıq. Əlaqədar və müvafiq qurumların nəzərini oraya cəlb eləməyə çalışırıq və ümumiyyətlə çalışırıq ki, xəbərin olsun, səhər proqramı dolu-dolu olsun ki, tamaşaçımız baxanda həm gözü oxşasın, həm könlü açılsın, həm informasiya ilə təmin olunsun. Bir görüntü də var, bu da bizim könlümüzü, gözümüzü açacaq. Tovuzun Güvəndik dağındandır bu görüntülər. Tamaşaçımız bizə öz təsərrüfatından çəkib göndərib. Boş vaxtınızda nə işlə məşğul olursunuz sualına cavabında deyib ki, bax belə mənim boş vaxtım yoxdur. Əkin biçinlə məşğulam. Güvəndik Tovuzun Ucqar dağ kəndidir. Görürsünüz, oradan-buradan evləri görürük, insanların təsərrüfat sahələrini görürük. Maşallah olsun bütün yurt yerlərimizə və Güvəndik dağından bunu bizə çəkib göndərən tamaşaçımıza. Baxın, görün, digər tamaşaçılarımız nə yazıblar, nə göndəriblər. Sabahınız xeyir olsun deyir. Sadəcə bizi salamlayanlar da var. Aleyküm salam deyirəm. Sonra cüməniz mübarək olsun. Yazıb Mingəçevirdən salamlayıram sizi, gözəl insanlar. Təşəkkür edirik, əziz tamaşaçımız. Bu səhər mövzuya görə yazmamışam. Sadəcə olaraq sizi və xəbər olsun əməkdaşlarını salamlamaq istəyirəm. Yevlaxın Aşağı Qarxun kəndindən Qədir deyir. Yəni, onu deməyə çalışır ki, mövzuya cavab yazmasam belə mən otururam hər səhər, həftə içi 5 gün sizi izləyirəm. Təşəkkür edirəm sənə Qədir. Əlbəttə ki, onun özü də bir belə deyim də, məşğuliyyətdə asan məsələ deyil ki, biri var gedəsən, yatasan, o zamanın necə keçdiyinin fərqinə varmayasan, biri də var ki, oturasan, önəmli informasiya ötürən verilişlərə baxasan, maarifləndirici hər hansı bir sənədli film izləyəsən, düşündürücü filmlər izləyəsən. Bunun özü də ən böyük məşğuliyyətdir, çünki insan bu sayədə həm də özünü inkişaf elətdirmiş olur. Gününüz uğurlu, canınız sağ olsun. Həyət evində iş qurtarmır. Belə də ki, aralıq edib televizora baxıram. Saat 10-a kimi sizi izləyirəm. Gəncədən Göyçək İsmail qızı xanım belə yazdı. Təşəkkür edirik bizi izlədiyiniz üçün təbii ki. Sonra görək kim nə yazıb. Boş vaxtımız olur ki, deyir, asudə zamanda keçirək belə bir mesajı aldım. Təqaüddəyəm, amma işləmək yaxşı şeydir. İnsan cəmiyyətdə olanda çox yaxşıdır. Tamaşaçımız belə yazdı. Zəhmət olmasa deyir, oxuyardınız. Buradan xidmət yoldaşlarıma salam deyirəm. Allah hərbçilərimizin canını sağ eləsin. Amin deyirəm. Həmçinin vətənimizin keşiyində duran igid əskərlərimizi mən də öz adıma salamlayıram. Əziz tamaşaçılar, xüsusilə də evdar xanımların diqqəti bizdə olsun. Xüsusilə də onları maraqlandıran bir əşya deyim də, məişətdə istifadə edədiyimiz bir şeydən danışacağıq. Son vaxtlar bazarlarda ucuz qiymətə təklif olunan dəsmallar alıcıların diqqətini cəlb edir. Lakin ilk baxışdan sərfəli görünən bu məhsulların keyfiyyət və sağlamlığa təsiri ciddi sualları doğurur. Gündəlik istifadə etdiyimiz bu sayda məişət əşyasının nə dərəcədə təhlükəsiz olduğunu araşdırmışıq.
Son zamanlar bazarlarda və küçə ticarətində tez-tez rast gəldiyimiz ucuz dəsmallar, bəzən hətta 3 ədədinin 1 manata satılması alıcılar üçün cəlbedici görünsə də, bu məhsulların keyfiyyəti və insan sağlamlığına təsiri ciddi suallar doğurur. Bəs gündəlik istifadə etdiyimiz bu dəsmallar sağlamlığımız üçün nə dərəcədə təhlükəsizdir? Şəxsən mənim özümün sintetikə qarşı allergiyam var. Yəni o sintetik su da götürmür, almağın nə mənası var? Heç nəyə düzəməli də silmir. Nəyə yarayacaq? Bir dəfə zibil atıb silməyə yarayır. Xüsusən dəsmallar, əl üz dəsmalı da bir şeydir ki, düzdür, indi salfetkalar çıxandan sonra heç xanımlar da heç bəlkə də onu istifadə eləmir. İndi üçü birindən nəyə satmaq? Onun keyfiyyəti və onda olan mənfi enerji nə qədərdir? Biz onu bilmədən əgər qəbul ediriksə, təsəvvür ki, özümüzə alıb xəstəliyə bürünürük. Ondan istifadə edirik. Mütəxəssislər bildirirlər ki, bazarlarda və küçə ticarətində ucuz qiyməti təklif olunan dəsmalların heç də hamısı keyfiyyət və təhlükəsizlik standartlarına cavab vermir. İlk baxışdan sərfəli görünən bu məhsulların tərkibi, hazırlanma üsulu və istifadə olunan materiallar barədə alıcıya ətraflı məlumat verilmir. Əmtəşünas Vüsalə Musayeva qeyd edir ki, düzgün seçim etmək üçün alıcılar məhsulun tərkibinə, toxumasına və suyu udma qabiliyyətinə xüsusi diqqət yetirməlidirlər. Ümumiyyətlə bildiyimiz kimi, məsələn, cib dəsmallarıdır və yaxud da dediyimiz kimi o qurulamaq üçün olan məhrabalardır, bu hamam deyək ki, məmulatlarıdır, geyimləridir ki, onların da arasında biz keyfiyyətsizlərinə çox rast gəlirik ticarətdə. Bəs onu necə ayırd etmək olar? Adi orqanoleptik üsul toxunma üsulu ilə, əllə toxunma üsulu ilə. Sintetik tərkibli olanlar birincisi suyu çəkmirlər, rütubəti çəkməyəcəklər, qeyd etdiyim kimi lif quruluşu ilə əlaqəli olaraq. Ancaq təbii mənşəlidirsə, bu pambıq materialdansa, o sürüşkən olmur, əllə toxunanda sürüşkənliyi olmur və bir də əgər biz o dəsmalı götürüb əlimizdə sıxırıqsa, yəni qırış vəziyyətinə gətiririk, sıxırıq və buraxdıqdan sonra onda qırışlar qalırsa, deməli həqiqətən də təbii mənşəlidir. Göründüyü kimi gündəlik istifadə etdiyimiz dəsmalların seçimi sadə görünsə də, əslində sağlamlığımız üçün böyük əhəmiyyət daşıyır. Ucuz və keyfiyyətsiz məhsullar qısa müddətli qənaət yaratsa da, uzun müddətli dövrdə həm gigiyena, həm də sağlamlıq baxımından risklər yarada bilər. Buna görə də mütəxəssislər təbii tərkibli, keyfiyyətli və etibarlı məhsullara üstünlük verməyi tövsiyə edirlər. Sevinc Əliyeva, Zemfira Rəcəv, Elvin Zeynalov, Tural Məmmədov. Qaynar xəttimizə edilən çoxsaylı müraciət əsasında növbəti çəkilişi Şağan qəsəbəsində reallaşdırmışıq. Bu qəsəbənin sakinlərinin giləy-güzarı yaşadıkları ərazidəki antisanitar vəziyyətdəndir. Qəsəbənin Mehdi Məmmədov küçəsini əsas yola birləşdirən körpünü də keçmək mümkün deyil. Həyat bacaları su basır. Bir sözlə qəsəbənin infrastrukturu bərbad gündədir. Sakinlər əlaqədar qurumlardan imdad diləyirlər. Sakinlərin şikayətini və müvafiq qurumun qərarını eşidək. Şağan qəsəbəsi Mehdi Məmmədov küçəsindən əsas yola çıxan yeganə keçid hazırda bu vəziyyətdədir. Su boruları partlayıb ərazi tamamilə suyun altında qalıb. Bura artıq gölü xatırladır və keçmək qətiyyən mümkün deyil. Biz buranın sakiniyik. 2 ildir bu su ilə əziyyət çəkirik. Bu su gedir evin altına. Evə girmək mümkün deyil. Qışın günündə qapı pəncərə açıqdır. Üfunət iylənir. Gələnlər də o maşınları doldurdular, götürdülər. Artıq çirkab sularını vurdular bura. Odur, budur, biz əziyyət çəkirik. 6 aydır bura belədir. İcra hakimiyyətinə də, nümayəndələrinə də hamısına demişik. İcra hakimiyyəti gəlir, motoru gətirib qoyurlar. İcra hakimiyyəti gedən kimi götürürlər. Qabaqdan yay gəlir. Bu belə olsa burada o ki yaşayış mümkün olmuyor. Xahiş edirik, köməklik eləyin bu suyu buradan çəksin. Su bası bura xəstəlikdir başdan ayağa. Uşaqlar çıxıb oynaya bilmir, gedə bilmir. Keçiddən buradan keçmək mümkün deyil. Cəmaət gedir 500-600 metr o tərəfdən çıxırlar Astanovkaya. Biz işə gedib gələ bilmirik. Yəni məcbur oluruq ki, döngələrlə dönək, gələk çıxaq Arazın yanından, yəni Şağan yazılan yerə gəlib çıxırıq. Bu istiqamətdə işlər aparılır, motorlarla çəkirlər, eləyirlər, ancaq ki, o dərəcədə
alınmır da. Bu yaxınlarda bura biraz torpaq tökülüb ki, suyun qarşısını almaqdan ötürü. Yoxsa yuxarıya kimi qalxmışdı sular. Yolun olmaması məktəbə gedən uşaqlar, onlara aparan valideynlər üçün də ciddi çətinlik yaradır. Ərazidə həm də nəmişlik və kəskin qoxu hiss olunur. Mən artıq gedəmirəm məktəbə. Məsələn, burada indi dayanacaq var. Mən indi avtobusla məktəbdən gələndə buradan heç cür gəlib evə çata bilmirəm də. Gedəm ən arxada oradakı asfaltqalada falan düşürəm ki, evə gəlmək üçün. Əvvəllər bura park olurdu. Biz gəlirdik burada qaçdı, tutdu oynayırdıq. Nə bilim, gedirdik, oradan qaçırdıq. Amma indi su olub uşağı bağçaya apara bilmirik. Yolumuz demək olar ki, bu yolla getmək lazımdır o tərəfə, amma biz gərək yolu o tərəfdən fırlanaq ki, o başa gedək. Məktəbə getmək olmur. Yolumuzun demək olar ki, bərbad gündədir. Keçmək olmur. Uşaqlara problem yaradır. Axşamlar buradan dəhşət qoxu gəlir. Bizim bu yolumuz, bura keçiddir. Biz gedirik. Bu ağaclar məhv olur. Buradan keçib gedirik. Burada bağça var, məktəb var. Uşaqları aparıb gətirik. Bu biri və alternativ vasitələrlə yolla gedirik. Bu qıraqla və lənsinə gedirik. Buna bir çarə qılaz. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən xəbərin olsuna bildirildi ki, ərazidə nasos qurulub və suyun kənarlaşdırılması işləri aparılıb. Nasos fasiləsiz və gücləndirilmiş rejimdə işlədiyinə görə təmirə ehtiyac yaranıb. Təmir artıq yekunlaşıb. Hazırda suyun ərazidən kənarlaşdırılması işləri davam etdirilir. Zemfira Rəcəb, Qərib Cavadov. İnşallah dünyanın bu düz vaxtında Şağan qəsəbəsinin sakinləri də rahat yaşaya bilərlər. Yəni hansı dövrdür ki, yeni texnologiyaların inkişaf elədiyi, insanların aya çıxdığı, kosmosa çıxdığı, hətta aydan gedib torpaq almağı fikirləşilən bir dövrdə hələ də Şağanın belə su altında qalması istər-istəməz bir qədər də bizi təəccübləndirir. Ümumiyyətlə, vaxt var idi, məsələn, desəydik ki, ay əziz tamaşaçılar, xüsusilə də yaşlı nəsil, elə bir zaman məqam gələcək ki, saniyələr içərisində biz bir-birimizi görə biləcəyik. Məsələn, vaxt elə bir əvvəlki illərə nəzər salıram. Bir götürək, 100 il bundan əvvəl televiziya mı var idi, televizor mu var idi, hansısa bir texnologiya mı var idi. Döyüş meydanlarında bizim babalarımız oxdan, nizədən istifadə eləyərdi, qılıncdan istifadə eləyərdi. Bir yeri qət eləmək üçün bəlkə də günlərlə, bəlkə də aylarla, atla gedilərdi, ondan sonra dəvə ilə gedilərdi. Amma indi elə sürətli bir inkişaf dövrünü yaşayırıq ki biz, dediyim kimi saniyələr içərisində bir-birimizi görə bilirik, bir-birimizə foto göndərə bilirik, video göndərə bilirik, bir-birimizdən ünsiyyət qura bilirik. Otururuq buradan dünyanın o biri yeri ilə görüntülü danışa bilirik. Yəni bunlar hamısı texnoloji innovasiyalardır və bu texnologiyanın sürətli inkişafı dünyada əmək bazarını köklü şəkildə dəyişdirir həmçinin. Süni intellekt, robot texnikası və rəqəmsal sistemlərin yayılması nəticəsində bir sıra peşələrin yaxın gələcəkdə yox olacağı və ya ciddi şəkildə azalacağı proqnozlaşdırılır. Dünyanın aparıcı iqtisadi mərkəzlərində artıq bu dəyişikliklər hiss olunmağa başlayıb belə. Bəs görəsən bu dəyişiklik hansı peşələrin yoxa çıxması ilə nəticələnəcək? Mütəxəssislər bu barədə nə deyirlər? Sujetimizdən təfərrüatlarla öyrənəcəyik. Qlobal texnoloji inkişaf əmək bazarını təkcə bir ölkədə deyil, bütün dünyada dəyişdirir. Süni intellekt, avtomatlaşdırma və rəqəmsallaşma dünya ölkələrində, eləcə də inkişaf etməkdə olan regionlarda belə bir çox peşələrin gələcəyini sual altına alıb. Məsələn, Yaponiyada robot texnologiyaları artıq xidmət sektoruna geniş şəkildə inteqrasiya olunub və bəzi otellərdə resepsiyon işini robotlar yerinə yetirir. ABŞ-də süni intellekt əsaslı sistemlər bankçılıq və hüquq sahəsində bəzi işləri avtomatlaşdırır. Bəs paytaxt sakinləri bu prosesə necə baxır? Gələcəkdə işlədiyi peşələr yoxa çıxarsa, nə eləmək fikrindədirlər? Bank sektorunda işləyirəm belə. Yəni mənim tək iş təcrübəm bu olmayıb. Yəni fərqli sahələrdə çox çalışmışam. Şükür Allah, hərəsindən də bağlı kifayət qədər təcrübəm var. Təhsil sahəsi ilə. Onda düşünürəm ki, gastronomiya sahəsi ilə məşğul olaram bir qadın olaraq. Bütün bu proseslər bir sual aktuallaşdırır. Hansı peşələr qalacaq, hansılar yox olacaq? Bəzi ixtisaslar var və yaxud da bəzi peşələr var ki, artıq onlara yaxın 10 il ərzində demək olar ki, ehtiyac qalmayacaq. Bunlar əsasən məsələn sürücülük istiqamətidir, hansı ki, taksi sürücüləridir. Eyni zamanda kuryer xidmətidir, müvafiq çatdırılma xidmətidir. Hansı ki, bunları konkret dron vasitəsilə çatdırmaq mümkündür. Və yaxud da insansız taksilər var ki, məsələn, özləri idarə edirlər. O cümlədən operator xidmətidir.
nədir? Bu mobil operatorlarda cavab verən xanımlar olsun və yaxud da banklarda bizə ümumi informasiyanı verən şəxslər olsun. Yəni operator istiqaməti də demək olar ki, tədricən ehtiyac duyulmayacaq peşələr siyahısına daxildir. Bəs hansı peşələrə tələbat daha çox olacaq və yeniləri ilə əvəzlənəcək sualına gəlincə isə o cümlədən yenilənən ixtisaslar, məsələn deyək, ağırlı şəhər üzrə mütəxəssis, ağırlı kənd üzrə mütəxəssis, bərpa olunan enerjilər üzrə mütəxəssis mühəndis, o cümlədən big data mühəndisi, həmçinin bura daxildir kriptovalyuta üzrə mütəxəssis, hansı ki, iqtisadi bir ixtisas istiqamətidir, blockchain üzrə mütəxəssis. Bizdə magistratura pilləsində bu ixtisaslarda bəzilərində kadr hazırlığı həyata keçirilir, amma zamanla təbii ki, bakalavr pilləsində də bu ixtisas istiqamətlərində kadr hazırlığı həyata keçiriləcək. Və kompüter oyunları üzrə mütəxəssis də bura daxil etmək olar. Çünki daha çox tələbat var və bütün bunlar son demək əsas verir ki, biz daha çox bu istiqamətdə kadr hazırlığını həyata keçirməliyik. Mövzu ilə bağlı səslənən fikirlərdən aydın oldu ki, həm paytaxt sakinləri, həm də mütəxəssislər bu dəyişikliyi qaçılmaz proses kimi qəbul edirlər. Cəmiyyətdə müəyyən narahatlıq hissi olunsa da, eyni zamanda yeni imkanlara ümid də var. Jalə Qəhrəmanqızı, Həsən Ağa Dadaşov, Rafiq İsmailov. Əziz tamaşaçılarımız, günümüzün sorğusu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirmişik və onlara bu sualı ünvanlamışıq ki, boş vaxtlarınızda nə edirsiniz? Gəlin görək, bizim paytaxt sakinlərimiz nə deyəcəklər? Özüm məsələn idmanla məşğulam. İdmandan çıxıb gedirəm, elə bir bərpa oluram da, yəni bərpa məşqlər edirəm, özümə baxıram da, yəni ailənin vaxt keçməyə də çox önəm verirəm. İşdən sonra ancaq dincəlib özlərinə vaxt ayıra bilərlər, ev işlərinə, ev xanımları ev işlərinə, uşaqların tərbiyəsinə, uşaqlarına görə. İşimi inkişaf etdirmək üçün özüm videoqraflıqla fəaliyyət göstərdiyim üçün daha çox videolara baxıram, səhvlərim üzərində çalışıram. Onunla bir yerdə hobbilərimlə məşğul oluram, futbol oynamaq kimi, necə deyim, dostlarımla vaxt keçirməyi sevirəm. İşdən sonra rəsm çəkməklə, musiqiyə qulaq asmaqla, filmə baxmaqla, yəni gəzməklə, çöldə biraz hava almaqla. İşdən sonra ya dostlarla əyləncəli vaxt keçiririk, ya da ailəyə vaxt ayırırıq. İşdən çıxanda birbaşa evə gedirəm. Mən dərsimi edirəm. İşdən çıxdıqdan sonra genelde ailemizle bir yemeğe gideriz ya da evimize gider otururuz. Kafeye gidiyoruz, restoranda gidiyoruz, sahil kenarına gidiyoruz, oturuyoruz. Bəli, əziz tamaşaçılarımız, bir daha diqqətinizə çatdırıram. Bizim qaynar xəttimizə sizi narahat eləyən, həllini tapmasını istədiyiniz məsələlər varsa buyurub yaza bilərsiniz. Bərdə şəhərindən elə bir problemli görüntü gəlib. Deməli, Bərdənin Kələntərli qəsəbəsində Məhəmməd adlı şəxs deyir ki, yüksək gərginlikli bax, bu yanğını görürsünüz, bu gecə kadrlarında elektrik naqili deyir, o tutub yanır. Bundan böyük təhlükə saçır, ətraflarda çox sayılı evlər var, mənim özümdə deyir, ailəmdə körpə uşaq da var. Yəni bu dəfələrlə deyir, təkrar olunur bu hadisə və nə qədər müraciət eləmişik, heç bir cavab alıb bizə kömək göstərilmir. Biz də çalışdıq, çəkək göstərək və bu məsələni diqqətdə saxlayaq. Allah eləməsin ki, hər hansı bir negativ hadisə olsun. Sonra Sumqayıtdan bizə tamaşaçımız da görüntülər göndərib, Kəmalə xanım çəkib göndərib ki, boş vaxtlarımda deyir, bax, toyuğuma, cücəmə, qazıma, ördəyimə baxıram deyir. Goranboydan da gözəl görüntülərimiz var. Bu da Goranboydur. Deməli, harasıdır Goranboyun? Buzluq kəndidir. Eldəniz adlı tamaşaçımız göndərib. Bax, buzluğun mənzərəsini görürük. Bir də sizdən xahiş edirəm. Çalışın çəkiliş eləyəndə telefonu daha sərrast tutun ki, biz də efirdə yayımlanında daha belə göz oxşayan olsun. Əziz tamaşaçılar, bir daha diqqətinizə çatdırım ki, xatırlatmalıyım ki, artıq biz 8 mayı Şuşanın işğalı günü kimi qeyd eləmirik. 5 il bundan, 5 il bu öncəyə qədər bu belə idi, amma 5 ildən, 6 ildən sonra artıq bizim üçün 8 may bayram günüdür və o tarixdə 8 mayda bəzi bizim vətəndaşlarımız var idi ki, məhz 8 may günü anadan olmuşlar, onlar ad günlərini qeyd eləmirdilər. Onlar üçün, bizim hamımız üçün, Azərbaycan xalqı üçün niskilli bir kədərli tarix idi. Amma 8 mayı qeyd edənlər var ad günlərini. Onlardan biri də bizim həmkarımız İlkin Həsənlidir. O heç vaxt ad günü qeyd olunmayıb Şuşa işğalda olduğu bir müddət ərzində və nəhayət keçən il Şuşaya ezam gedərək orada öz doğum gününü qeyd edib. Mən də həmkarımı təbrik edirəm. Ona can sağlığı, ömür uzunluğu, işlərində avantlıq arzuluyuram. Tamaşaçılarımız, sizə minnətdaram. Bizə baxdığınız üçün.
Bizə mesajlar yazdığınız üçün, zaman ayırdığınız üçün vaxtınız təki dəyərli şeylərə getsin. Təşəkkür edirəm Geyinmə görə Podium Park mağazalar şəbəkəsinə, onun Gülərüz komandasına, rəhbərliyinə ki, qəşəng-qəşəng geyimləri bizə göndərirlər. Biz də geyinirik, sizin qarşınıza çıxırıq, zövqünüzü oxşuyuruq. Gözəl, möhtəşəm yaz geyimləri var, əziz xanımlar, gedib oradan seçə bilərsiniz. Bu həftəlik verilişimiz də bitir, sizinlə sağollaşıram. Allah qismət eləyərsə, bazar ertəsi saat 8-də yenidən önünüzdə olacaq. Özünüzə yaxşı baxın, Allah'a əmanət olun.